Getdim Cəmkərana, dua elədim, məscid dolu idi. İmam Zaman yuxuma gəldi, elə məscidin içində yuxuladım. Yoxsa nə? Dedim, ağa gör nə qədər adam gəlib məscidində dua edir, ibadət edir. Vaxtı çatmayıb mı gələsən? Dedi ki, onların hamısını qoy bir tərəfə, bir dənə o qoca kişidir mənim üçün gəlib. Hamısı öz dərdləri üçün gəliblər, öz hacətləri üçün gəliblər. Bir dənə budur deyib gedim Cəmkərana özünü istəyim. Allaha and olsun, onun özünün də ən mühüm məsələsi öz zuhurudur. Onun özünün ən mühüm məsələsi özünün zuhur eləməsidir. Çünki sən bir dənə ata olanlar var da, məni dinləyənlərin içində, valideyn olanlar var. Bir şüşənin arxasından valideyn baxır, uşaq atasını görmür, ata uşağı görür. Görür ki, onu döyürlər, vururlar, əziyyət verirlər, görür vəziyyəti pisdir, heç nə eləyə bilmir. Elə hey fəryad eləyir, düzdür, deyənmərəm eləyə bilmir, amma tam gücünü sərf eləyə bilmir. Onun arzusu nə olar? Deyə bircə buradan çıxım, gedim kömək eləyim ona. Elədir, bax, bu vəziyyətdədir. İmam zuhuru deyəndə bu nəzərdə tutulur.